Hər vaxtınız xeyir olsun. Bugün sınaq altını izah edəcəm. Vaxt itirmədən başlayaq suallarımıza. Süleyman Rüstəmin Təbrizim şeirində lirik qəhrəman haqqında hansı fikirlər düzgündür? Babalardan öydülər dinləyən gənclərin qanlarının coşduğunu bildirir. Bəli, doğrudur. Deyir, nə qəşəngdir yol boyunca söyüdlər. Söyüdlərin kölgəsində igidlər. Babalardan dinləyirlər öyüdlər. Coşur damarlarda qanı Təbrizim. Yoxdur bu mərdlərin sanı Təbrizim. Demək bir doğrudur. Onu duz çörəklə qarşılayan Təbrizin başından dumanın yox olmasını arzu edir. Bəli, bu da doğrudur. Deyir, sən çıxdın qarşıma duzla çörəklə, bağından dərdiyin güllə çiçəklə, ikiyə bölünməz saf bir ürəklə. Təbrizim, Təbrizim, aman Təbrizim, yox olsun başından duman Təbrizim. Demək ki də doğru oldu. Xalqı indiki şahlıq rejiminə qarşı mübarizəyə səsləyir. Belə bir şey yoxdur ümumiyyətlə. 3 səhvdir. Yadların Təbrizə ayaq basmasına icazə verməyəcəyini, lazım gələrsə bu yolda canını da fəda edəcəyini deyən lirik qəhrəman ayrılıq dərdi çəkir. Bu da səhvdir. Ümumiyyətlə belə bir fikir ifadə olunmuyor. Üstəlik, yəni burada tərənnüm də əsaslı. Bunda diqqətinizdə saxlayın. Demək, 5-ə baxırıq. Təbrizi özünə dili bir, canı bir qardaş hesab edir. Bəli, bu da doğrudur. Biz elə bu bənddə görürük ki, deyir, qoymaram yadları girsin qoynuna, izin ver qolumu salın boynuna. Sənin bayramına, sənin toyuna, dili bir, qanı bir qardaşın gəlib, dərdinə aşina sirdaşın gəlib. 1-2-5 oldu, C bəndi. Keçirəm ikinci suala. Klass dili tamamlaya biləcək obrazları müəyyən edin. Müəllimlik fəaliyyəti ilə məşğul olan obrazı bir də xalqın mənafeyi üçün çalışır. Seyid Hüseyn, bəli, müəllim kimi fəaliyyət göstərən, həm də xalqın mənafeyi üçün çalışır. Yəni, biri götürə bilərəm rahatlıqla. Mirzə Məmmədəli xalqın mənafeyi üçün çalışmırdı. Amma müəllim olmaqla müəllim idi, elmi ilahi müəllim idi. Ona görə 2-ni götürməyəcəm. Çenyayevski Dəli Kür əsərində. Bəli, bu doğrudur. Demək, seminariyadan gəlmişdi Çenyayevski. Demək, 1-i 3-ü götürəcəm, elə də bəndə oldu. Dəli Kürdə Əşrəf müəllim deyildi. Ona görə bu da səhvdir. Xalqın mənafeyi üçün çalışmağını görmürük. Səadət obrazı da müəllim deyildi. Ona görə 5-də o səbəbdən olmayacaq. Keçirik 3-cü suala. Şeyx obrazından fərqli olaraq Məliküddövlə obrazı. Aha, demək, bizdən fərqi istəyir. İştirak etdiyi əsərdə hadisələr tərkiyə vasitəsilə çatdırılır. Biz bilirik ki, hər iki əsər dramatik növdə yazılıb və dramatik növdə yazılan əsərlərdə əyani göstərmə əsasdır. Ona görə A bəndi olmayacaq. Ölkə idarəçisinin öz mövqeyini tərk etmə xəbərini gətirən şeyxdir. Məliküddövlə deyil, ona görə B-ni də götürmürük. Düşmən tərəfə bələdçilik edir, onları qarşılıq olan ərazidən kənarlaşdırır, qarşılıqlı olan ərazidən daha doğrusu kənarlaşdırır. Bu da şeyxə aiddir. Onlara bələdçilik eləyir, ona görə C-də olmayacaq. Gətirdiyi təkliflə bağlı müsbət düşüncədə idi. Bəli, Məliküddövlə, yəni Xurşudbanu Natəvanla görüşür. Deyir ki, yəni bu farslaşdırma siyasətini dəstəkləyən obrazlardan biri idi. Təbii ki, biz bunu şeyxdə görmürük, Məliküddövlədə görürük. Yəni ki, o deyir ki, İranla bizim birləşməyimiz Azərbaycan üçün böyük bir şansdır. Halbuki Məliküddövlə özü də Azərbaycanlı idi. Cəfər Cabbarlının Oqtaylıoğlu əsərindəki obrazların davranışları və əməlləri əsasında uyğunluğu müəyyən edin. Oqtay və Firəngiz. Aha, baxaq. Kassada pul olmadığını görüb, teatrda tamaşanın olması, xalqın onlara rəğbətinin azalmaması üçün üzüyünü verir. Bəli, bu Oqtaya aiddir. Aha. Mazandaranskinin məktubu gizli şəkildə oxuduğunu görür. Əslində elə Mazandaranski gizlicə məktubu oxumur, açıq-aşkar oxuyur. Yəni ki, ondan sonra da Oqtay gəlir. Bu ona görə heç birinə aid olmayacaq. Azərbaycan dilində də teatrların olmasını arzuladığını dilə gətirir. Bəli, bu Firəngizə aiddir. Oqtaya Karlı ruslardan yaxşı oynadığını deyir. Bu əslində Firəngizin fikridir. Yəni Nadia ilə Firəngiz Oqtayın yanına gedirlər. Bu zaman Nadia deyir ki, bəs Firəngizin
fikri budur ki, o deyir ki, Oktay Karlı ruslardan yaxşı oynayır. Yəni bu Nadia'nın nitqidir. O görə deyəni heç birinə yazmayacağım. Sərvət dünyasındakı yalan və sünilik onun sarsılmağına səbəb olur. Bəli, bu tamamilə Oktaya aiddir. Bir ayə, 2C olacaq C bəndi. Mirzə İbrahimovun Azad hekayəsi ilə bağlı hansı fikir yanlışdır? Yoldaşları Azadın vəsiyyətinə əməl edirlər. Bəli, A bəndi doğrudur. Onun vəsiyyəti nə idi? Deyirdi ki, əziz qardaşlarım, mənim qəbrimi uca bir yerdə qazarsınız. Elə yerdə qazarsınız ki, oradan Azərbaycanın geniş çölləri, duru çayları, güllü çəmənləri və bağları görünsün. Həm də o yeri böyük bir yol kənarında seçərsiniz. Qoy gələcəyin azad nəsillərin ayaq səsi qəbirdə də olsa qulaqlarıma çatsın. Ana çıxırıq, çünki bizdən yanlış fikirlər istəyir. Azad ölüm ayağında olarkən yoldaşlarına tüfəngi yerə qoymamağa tapşırır, bu da doğrudur. Ev pullarını ödədiyini anasına etiraf edən Fərda Azadla görüşdükdə ona həm təşəkkür edir. Xeyr, heç Fərdanın xəbəri yox idi, gətirib elə vermişdi. Yəni ki, anası dedi Fərdaya, Fərdanın elə xəbəri oldu. Sonra Azadın yanına gedir, ona təşəkkür edir. Heç Azad bu barədə əlavə bir söhbət də eləmir. Ona görə C bəndi yanlışdır, digərləri doğrudur. Fərda və Azadın həyat hadisələrine qarşı reaksiyası bir-birinin əksi idi. Bəli, bu doğrudur. Hələ Azada sükuti də deyirdilər. Yəni çox sakit idi, dinməz idi, tamamilə fərqli idi Fərdadan. Əsərdə xalqımızın səadəti torpaqlarımızın azadlığında görülür, tamamilə doğrudur. Mikayıl Müşfiqin Həyat sevgisi şeirindən verilən hansı misralarda şairin təbiətlə bağlı düşüncəsi yer almayıb? Ulduzlar fikrimin çıraqbanıdır, bulud xəyalımın karivanıdır. Təbiətdir. Xəzan acısına edib təhəmmül, gülün kölgəsində ötəndə bülbül. Təbiətdir. Bu yerlə çarpışan, göylə əlləşən dostdan, aşinadan necə əl çəkin? Burada hanı təbiət təsviri, təbiət düşüncəsi? Eləcə bəndi. Göylərin lacivərd ətəklərində gedən bu qovğadan necə əl çəkim? Bu bir yanda tərlanlar, dumanlı dağlar, bir yanda kəkliklər, ayna bulaqlar. Elə məzmundan biz görürük. Durna Teli və Koroğlu ilə Bolu bəy qolu. Görək bizdən uyğunsuzluğu istəyir. Koroğluya düşmən mövqedə dayanan yüksək təbəqə nümayəndəsi onu namərd yollarla məğlub etməyə çalışır. Bu hər iki qola aiddir. Yəni ki, biz bunu ortağa yazmalıydıq. Ona görə bir yanlışdır. 2. Əsərdə konfliktin yaranmasına Aslan Paşanın namərdliyi səbəb olur. Bəli. Ona xəbər verirlər ki, bəs 3 nəfər igid yatıb, hələ biri də lap Koroğlunun özüdür. Elə o yatan yerdə gəlirlər, onların üzərinə hücuma, onları təkləyirlər, əl qolunu bağlayıb aparırlar. Yəni namərdlik idi bu. Demək, ona görə bu doğrudur. Aha. 5-ə keçək. Əsərdə Həmzənin Qıratı qaçırdığı qola işarə edilən məqam var. Bu 5 də doğrudur. Nəyə görə? Biz elə görürük ki, məsələn, Bolu bəy Koroğlunun üzərinə hücuma keçəndə, məsələn, Həmzənin Qıratı qaçırdığı boyda nə şərt qoymuşdu? Deyirdi ki, bir Qəcər alını, bir də Mehdər Murtuzu mənə verərsən. Elə Koroğlu ilə Bolu bəy qolundadır, biz onu görürük. Məsələn, Koroğlunu tanımayanda Bolu bəy Koroğlunu tanımır, amma Mehdər Murtuz artıq gəlib ona çatanda deyir ki, bu elə Koroğlunun özüdür. Çünki mən neçə il onun yanında işləmişəm. Ona görə 5 doğru olacaq. Qoldakı fəal aşıq obrazlarından biri də Aşıq Cünundur. 6 səhvdir, çünki fəal aşıq obrazı deyir. Aşıq Cünun sadəcə orada hücum xəbərini gətirib. Ona görə 6 səhvdir. Qolun müstəqil süjet xətti var. Bəli, qol xeyrin şər üzərində qələbəsi ilə bitir. Bəli. 1-6 olacaq A bəndi. Demək keçirəm 8-ci suala. Əhməd Cavadın Azərbaycan bayrağına şeirinin məzmununa aid olan fikirləri seçin. Türk soylarının adları sadalanan şeirdə şair bayrağın könlünə səfa gətirdiyini deyir. Bəli, doğrudur. Deyir, Qayə xan soyundan aldığın rəngi qucamış Elxanla müsəlman bəgi. Elxanın övladı, dinin dirəyi, gətirdin könlümə səfa bayrağım. Bir doğrudur. Şeirdə bayrağın rəmzləri diqqət önünə çəkilmiş, sadəcə onun rənglərinə münasibət bildirilib. Təbii ki, yanlış fikirdir. 2-ni götürmürük. Bayrağımızdakı ulduz pəriyə bənzədilir. Bəli, bu da doğrudur. 3-ü də götürəcəyik.
Elə bir sonuncu bənddə görürük. Deyir, köksümdə tufanlar gəldim irəli. Öpüm kölgən düşən mübarək yeri. Allahın yıldızı, o gözəl pəri, sığınmış qoynunda aya bayrağım. Dördü şeir şəklində olan şeir qoşma kimi qafiyələnib. Baxın, bu doğru fikirdir olmağına, amma bizdən məzmuna aid fikir istəyir. Bu isə formaya aid doğru fikirdir. Ona görə bu suallarda xüsusilə diqqətli olun. Dördü yəni o səbəbdən götürmürəm, səhv olmağına görə deyil, formaya aid olduğuna görədir. Şair bayrağın kölgəsi düşən yeri müqəddəs torpaq kimi öpür. Bəli, deyir, köksümdə tufanlar gəldim irəli, elə bayaq dediyim sonuncu bənd. Öpüm kölgən düşən mübarək yeri. Ona görə 5-də doğru olacaq, 1, 3, 5, B bənd. Keçirəm. 9-cu sual. Qurbanəli bəy əsərinin həm də novella olmasına səbəb kimi hansı hadisəni göstərmək olar? Biz bilirik ki, novella nədir? Gözlənilməz sonluq. Bilirik ki, hekayənin sonu əgər gözlənilməz bitirsə, bu novella adlanacaq. Yəni, bunu da adlandırmasına səbəb məşhur Qurbanəli bəyin axurun içində naçalniklə qarşılaşması olur. Ona görə biz elə B bəndini götürürük. Keçirəm 10-cu suala. Aşıq Ələsgərin bir ay yarım Nobahardan keçəndə misrası ilə başlayan Dağlar şeirinin məzmunu haqda hansı fikirlər doğru, hansı fikirlər yanlışdır? Doğru, yanlış. Baxaq. Şair elin yaylağa qalxmamasına, əvvəllər gördüyü qurğu büsatın olmamasına təəssüf edir. Bəli, bu doğru fikirdir. Elsiz yaşadığına görə özünə arsız deyən Aşıq dağlardan halının pərişan olmasının səbəbini soruşur. Bəli. Həsən nənə, Həsən baba qoşadır, Xaşbulaq yaylağı, xoş tamaşadır, arsız aşıq elsiz niyə yaşadı, ölsün Ələsgər tək qulların dağlar. Bu da doğru fikirdir. Halal və haramı bir-birindən ayırmayan dağların insansız qalması şairin ovqatına təsir edir. Yanlışdır, belə bir fikir əks olunmayıb. Şaha baş əyməyən dağlarda artıq igidlərin at çapmaması, sürülərin mələşməsi şairi narahat edən məsələlərdəndir. Sürülərin mələşməsi, bu yanlış fikirdir tamamilə. Şeirin ilk bəndində dağların təbii vəziyyətinin təsvirinə yer verilib. Bəli, doğrudur. Bir ay yarım Nobahardan keçəndə car olur köysündən sellərin dağlar. Çalxanır dəryalar, çığrışır qazlar, zəmzəm zümzüməli göllərin dağlar. Doğrular hansılar oldu? 1, 2, 5, səhvlər 3, 4, cavab oldu B bəndi. Keçirəm. Digər suala. Cədvəlin sol xanalarında doğru, solda doğru, sağda yanlış yer almalıdır. Bu nəzərə alaraq hansı fikirlərin düzgün yerləşdirilmədiyini müəyyən edin. Süjet kompozisiyanın tərkib hissəsi deyil. Bəli, doğrudur, tərkib hissəsi deyil. Tərkibində allegoriya olmayan təmsilə rast gəlmək mümkündür. Elə təmsilin xüsusiyyəti odur ki, allegoriya olsun. Orada gülüş olsun, allegoriya olsun. Ona görə 3 səhvdir, 3'ü götürəcəyik. 5'ə baxaq. Qəzəllərdən fərqli olaraq qitələrdə şairin təxəllüsünə adətən rast gəlmir. Bəli, bu tamamilə doğrudur. 2'yə baxırıq. Forma və məzmun vəhdətində forma əsas, məzmun isə müəyyən edici funksiya daşıyır. Bu onsuz yanlışdır, çünki məzmun əsasdır. Belə deyim də, siz birinci mövzunu seçirsiniz, məzmunu seçirsiniz. Ondan sonra istədiyiniz formaya sala bilərsiniz onu. İstəyərəm hekayə yazaram, istəyərəm şeir yazaram, yaxud qəzəl yazaram, yəni ki. Ona görə biz məzmun əsas götürürük təbii olaraq. Yəni 2 onsuz da yanlışdır. 4'ə baxıram. Dram əsərlərində bütün remarkalar nəs ilə yazılır. Onsuz da nəs ilə yazılmalıdır. Bu doğru fikirdir, amma yanlış yazıb. Ona görə 4'ü götürməliyəm. Roman və təmsilin ortaq cəhəti həm nəsir, həm nəzmlə yazıla bilməsidir. Bəli, bu da doğrudur. Amma yanlışa yazıb. 3, 4, 6 A bəndi olacaq. Geçdim 12-ci sual. Bahariyə. Dəhnamə poeması mənim ən sevdiyim əsərlərdən biridir. Demək, cədvəldən uyğun fikirləri seçmək lazımdır. Baxaq, doğrudur, yanlışdır. İşarəmizi də qoyaq ki, rahat olsun bizə. Şeirdə baharın təsviri ilə yanaşı şairin sufi düşüncələrinə də yer verilib. Xeyr, sufi düşüncəsi yoxdur.
bir səhvdir. Baharın gəlişi ilə bütün susanlar dilə gəlir, təbiət canlanır. Bəli, doğru fikirdir. Deyir, yer geydi, qəbaya xızır puşan, cümlə dilə gəldi, ləb xamuşan. Demək, 3-ə baxıram. Quşu mahnılar oxuyaraq təbiətin oyanışından doğan sevinci ifadə edir. Xeyr, səhvdir bu. Quşları deyil. Məsələn, orada bülbül oxuyur. Nə bilim, çöl göyərçinin adı çəkilir. Ona görə 3 səhvdir. Yanlışa baxaq. Baharın gəlişi ilə sərv ağacı üstündə göyərçinlər oxumağa başlayır. Bəlidir. Sərvin yenə tutdu damənin su. Sərv üstü oxudu. Faxtə gü. Faxta çölü göyərçini deməkdir. Bu doğrudur. Şeirdə təbiətin əsrarəngiz səhifələri işıqlandırılsa da, bəzi beytlərdə yırtıcı quşların təbiətə insanlara vurduqları ziyan. Belə bir fikir varmı orada? Təbii ki, yoxdur. Ahunun öz balası ilə otlamağa çıxarkən təhlükə qarşısında balasını müdafiə etməsi şairi heyran edir. Belə bir fikir də yoxdur. Yanlışın altından yanlışı, doğrunun altından doğrunu götürsək 2, 5, 6 olacaq A bənd. 13. Koroğlu və Kitabi Dədə Qorqud dastanı üçün ortaq cəhətləri seçin. Baxaq. Azad sevgi motivinə yer verilməməsi. Təbii ki, yanlışdır. Həm Dədə Qorqudda görürük, həm Koroğluda görürük. Elə Nigar xanımı deyək, Dünya xanımı deyək. Bu yanlış fikirdir axı. Dövlətçilik ənənələrinin qorunub saxlanması. Dövlətçilik ənənələrini biz aid edə bilmərik. Yəni ki, çünki biz bunu Koroğlu eposunda görmürük axı. Dədə Qorqudda görürük amma. Ortaq deyil. Baş qəhrəmanın gücünün yarısının atında olması. Bu aiddir Koroğluya. Məsələn, Qırata dir gücün yarısı Qıratdaydı da. Dədə Qorqudda yoxdur amma bu. Düşmənlərin məğlubiyyəti ilə başa çatan döyüş səhnələri. Bəli. Koroğlu da Dədə Qorqudda düşmənləri məğlub edirdilər. Qadına yüksək dəyər verilməsi hər ikisində 4-5 C bəndi. 14. Sabirin Əkinçi şeirindəki mülkədar obrazının xarakteri ilə Neylərdin ilahi əsərindən vermiş hansı variant səsləşə bilər? Maraqlı sualdır, baxaq. Yaxud bunların bunca nüfuzu olacaqmış, dildadeyi irfanları Neylərdin ilahi? A bəndi olmayacaq. Yəni, Əkinçi şeirindəki mülkədar obrazı görürük ki, burada yəni qəddar obrazdır. Daş qəlbli obrazlardan biridir. Məsələn, B bəndinə baxın. Artdıqca həyasızlıq olur el mütəhəmmil, hər zülmə dözən canları neylərdin ilahi. Məsələn, bu aid deyil, ümumiyyətlə. Daş qəlbli insanları neylərdin ilahi, baxın. Mülkədar obrazının xarakterini biz burada məsələn görürük. Bizdə bu soyuq qanları neylərdin ilahi. Baxın, görürsünüz. Yəni, mülkədar obrazının xarakteri ilə məsələn biz bu misraları uyğunlaşdıra bilərik. Elə tam da uyğundur. C bəndi olacaq. Elə görürük ki, heç mülkədar da Əkinçinin əzməkdən, təhqir eləməkdən çəkinməyən obrazlardan biridir. Yəni, heç ona maraqlı da deyildi ki, kəndli aciz vəziyyətdə idi, ya yox. Çünki kəndli öz borcunu da qaytara bilmirdi və onun borcunu qaytara bilməməsi, daha sonra bu çətinlikdən, əziyyətdən nalə çəkməsi də mülkədarı qəzəbləndirirdi. Yəni, daş qəlbli bir obraz idi. Aparılan müqayisənin düzgün olduğunu bilərək, rəqəmlərin yerinə hansı əsərlərin adlarının yazılacağına müəyyən edin. Aha, maraqlı sualdır, baxaq. Əsərdə süjet xətti bir hadisə üzərində qurulub, əsərdə öz xalqının deyil, başqa dövlətin maraqlarına qulluq edən obrazlar var. Aha, maraqlıdır. Əsərin baş qəhrəmanı müdrikdir, dərin düşüncəlidir, zəhmətkeşdir. Aha. Demək, burada 2-də başqa dövlətin maraqlarına qulluq edən obraz var. Aha, ortaqdır bu. Əsərin baş qəhrəmanı müdrikdir, baxaq. İndi biz variantlarla işləməliyik. Aha, A bəndinə baxaq. Bomba hekayəsini. Aha, bomba hekayəsini yazmaq olar bura. Aha, bir tərəfdə Qurbanəli bəy. Qurbanəli bəy yazıb ki, əsərin baş qəhrəmanı müdriklərin düşüncəli deyildi axı. Ona görə biz A-nı yaza bilməliyik. Baxaq, Nurəddini buraya yazsaq. Demək, Nurəddin hekayəsi. Oxtay Eloğlu. Başqa dövlətin maraqlarına qulluq edən obraz mı? Əlbəttə ki, ortaq deyil, ola bilməz. Sonra əgər Talvar yazsaydım, Talvar hekayəsində də heç başqa dövlətin
ağıl qulluq edən obraz yoxdur. Ceni də götürə bilmərəm. Bomba, aha, bura bomba yazsam, bomba olar. Gün var əsrə bərabər romanında demək, gün var əsrə bərabər romanı yazsaq bura. Əsərdə süjet xətti bir hadisə üzərində qurulub bombadır, bəli. Demək, bu doğrudur. Gün var əsrə bərabər romanında əsərin baş qəhrəmanı müdrikdir. Bəli, 7G obrazını deyirik. Zəhmətkeş insandır, dərin düşüncəlidir. Bəli, indi ortağa baxaq. Əsərdə öz xalqına deyil, başqa dövlətin maraqlarına qulluq edən obraz var. Bəli, elə bomba hekayəsində baş qəhrəmanı görürük. Gün var əsrə bərabər romanında da başqa dövlətin maraqlarına qulluq edən obraza rast gəlirik. Məsələn, orada biz deyə bilərik Tanskbayev obrazı, manqurt obrazlardan biri idi. Elə deməndə uyğundur.